Ailə tərbiyəsi, ibtidai etik normalar yoxdursa, nə 600 bal, nə 700 bal, nə universitet, nə magistratura heç bir önəm daşımır. Təhsilli, savadlı vəhşilər yetişdiririk. Yüksək nailiyyətlər qazanmış birinin anasına salam verməməsi, ağsaqqala, ağbirçəyə ağız büzməsi, özünü hamıdan üstün bilməsi varsa, başına dəysin o nailiyyətləri, o 700 balı, o magistratura diplomu və s. Biri çox savadlı olub xalqa kələk gəlirsə, haqqı bilə-bilə gizlədirsə, öyrəndiyi elmi ilə özünü hamıdan üstün bilirsə, xalqa, millətə deyil, ancaq öz cibinə, öz mənafeyinə xidmət edirsə, bunun nəyi uğurdur axı? Bir müəllim şagirdən müştəri gözü ilə baxırsa, bu nə təhsildir axı? Din xadimi ölüyə qazanc mənbəyi kimi baxırsa, hansı ilahi elmdən söhbət gedə bilər ki? Xəstə insanları dərman sektorunun köləsi halına gətirən həkimlərin 7-8 illik tibbi təhsili, tibb elmləri üzrə fəlsəfə doktoru olması nə işə yarayır axı? Biznes üzrə 3 dənə diplom alsan da, restoranlarında, marketlərində öz övladına yedirtmədiyin mənşəyi bəlli olmayan qidaları sırf pul qazanmaq niyyəti ilə millətin balalarına soxuşturmağa çalışmağın sənin ali təhsilin olsa da ali tərbiyənin olmamasının göstəricisidir. Ali tərbiyə olmadan ali təhsilin heç bir önəmi yoxdur. Hətta çox vaxt ziyanlı olur. Təhsil və elm ali tərbiyəyə, əxlaqa xidmət etmirsə, boşdur.